Hazırladığım bu qəlyanaltı çox dadlı alındı. Bilirsiniz nəyin hesabına? Tərkibində palma yağı və QMO olmayan, Avropanın şimalında sağlam şəkildə istehsal olunan long chipslərinin və İtaliyada istehsal olunan artıq 5 ildən çoxdur ki, Azərbaycan bazarlarında satılan çox keyfiyyətli civa yağlarının hesabına. İndi isə keçək çox dadlı qəlyanaltımızın reseptinə. Soğançanı etmək üçün civa yağlarının qarğıdalı yağından istifadə edirəm. Soğanı qızartdıqdan sonra kənarda bişirdiyim göbələyi və toyuğun bişib didilmiş filesini bura əlavə edirəm. Duzunu, istiotunu bolluca vurduqdan sonra üzərinə qaymaq əlavə edirəm. Mən 2 qutu qaymaq istifadə etdim. Əgər siz istəsəniz 1 qutu qaymaq, bir də xama əlavə edə bilərsiniz. Hər ikisi ilə də mükəmməl alınacaq. Kənarda qabığı soyulmuş badımcanları fal-fal dilimləyib soba listinə yığıram. Yaxşı duzluyub bu dəfə civonun günə baxan yağından üzərinə gəzdirirəm. Çayla yağını üzərinə yeritdikdən sonra digər üzlərini çevirib prosesi təkrarlayıram. Bu üsul badımcanları qazda bir-bir qızartmaqdan daha rahatdır. Nəticə isə eynidir. 180 dərəcədə badımcanlar qızarana qədər gözləyirik. İndi isə çipsimizi açırıq. Uzun və xırçıltılı olan bu çipslər yediyimiz bütün çipslərdən fərqlidir. Olduqca sağlam olan bu çipslər mədəyə heç bir narahatçılıq vermir. Çünki seçilmiş kartofların püre halına salınır. Sobada yağsız 10 saniyə bişirilməsindən ərsəyə gəlir. Yağlı çipslərdə isə istifadə olunan yağ yüksək keyfiyyətli günə baxan yağıdır. Bütün lazımi sertifikatları Avropada təsdiqlənir. Avropa sertifikatı isə bilirsiniz nə deməkdir. Həqiqətən bu keyfiyyətli məhsullarla qəlyanaltımız çox ləzzətli alındı. Səhifələrin aşağıda qeyd etmişəm. Özünüz daxil olub məhsullarla maraqlana bilərsiniz.